Cavanlara işlərdən bəhs etmək istəyirəm yoldaşlar, gənclərə bəhs etmək istəyirəm. Təxminən 2-3 dənə işdən bəhs etmək istəyirəm gənclər üçün olan. Qeyd edim ki, tələbələr üçün də iş var. İlk öncə mən sizə sərbəst qrafikli olan bir işdən bəhs etmək istəyirəm. 22-35 yaşlı şəxslər üçün. İş sərbəst qrafiklidir. Sosial media meneceri işidir. 200 manatlıq bir işdir. Sosial media sahəsində ən azı bir illik iş təcrübəniz varsa, kontent yazmaq bacarınız varsa buna müraciət edə bilərsiniz. Sonra, gənclər üçün olan rus dilini bilənlər variantında bir iş var. Kimsə əgər rus dilini bilirsə, satın alma üzrə təcrübəsi olaraq AFB bankda işləyə bilər. Əgər ki, ali təhsillidirsə, rus dilini bilirsə. Bank sektoruna, yəni bu rus dilini bilmək və yəni başqa bir şey tələb eləməkdə fikir verdinizsə, yəni bank sektorunda karyera qurmaq istəyirsinizsə, yəni bu tipli vakant yerlərlə özünüzə bir yol aça bilərsiniz, başlanğıc olaraq. Baxmayaraq ki, satın alma sahəsini belə deyim də tanımamış ola bilərsiniz, heç ümumiyyətlə məlumatınız olmaya bilər. Amma hədəfiniz əgər bank sektorunda, maliyyə sektorunda iş qurmaqdırsa, bu tipli vakant yerlərdən fürsət olaraq istifadə eləyə bilərsiniz. Bundan əlavə, insan resursları sahəsində də iş var. Dediyim kimi, ən sonunda da tələbələr üçün olan bir part-time işdən bəhs etmək istəyirəm. Məsələn, insan resursları üçün intern işi var. Azroksan şirkətindədir yoldaşlar. Burada siz əgər ali təhsilini yeni bitirmiş bakalavr və yaxud da magistr təhsil alan tələbəsinizsə və insan resursları sahəsində güclü marağınız və öyrənməyə həvəsiniz varsa, ofis proqramları üzrə bazı bilikləriniz varsa, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə ödənişli HR təcrübə proqramı da var. Bu da 200 manat verir. 2 aydır 400 manat eləyir toplam. 17-30 yaşlı bir şəxsinizsə bu variantı da müraciət edə bilərsiniz. Həftə içi 5 gündür, gündə də 3 saatdır yoldaşlar. Buna amma tələbələr müraciət eləyə bilməz, xəbəriniz olsun öncədən. Bir də sırf tələbələr üçün olan part-time işi var yoldaşlar. Bu hardadır? Bu Portmanatdadır. Həm oxuya-oxuya belə deyim də pul qazana bilərsiniz, həm də özünüzü inkişaf etdirə bilərsiniz. Çevik iş qrafikinə malikdir. Universitet tələbəsi olmalısınız yoldaşlar. Kameralar qarşısında rahat davrana bilməlisiniz. Sosial media marağınız olmalıdır. Qeyd edim ki, əmək məcəlləsinə uyğun şəkildə əmək münasibətləri də tənzimlənir. Ünsiyyətçil verilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Bu işlərdə müraciət etməkdə dəstəkçisə və yaxud da digər işlərlə də tanış olmazsa, ümumiyyətlə iş tapmanızı çətin çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əcəvalda kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Dediyim kimi işlər sadəcə bunlardan ibarət deyil. Digər işləri görmək üçün kanala göz gəzdirmənizi tövsiyə edirəm.